Hal-hazırda qarşımızda öncə görücü Afət xanımdır. Salamlayırıq sizi. Çox sağ olun, mən də sizi salamlayıram. Afət xanım, haqqınızda ağız dolusu eşidirik və istəyərdik ilk sualımız belə verək ki, sizə bu hisslər hardan yarandı? Bəs neçə yaşında hiss etdiniz ki, sizdə bu vergi var? Mənim uşaq vaxtında məndə o hisslər yaranmışdı. Amma bizim genimizdə də var. Ana tərəfimdə var, ata tərəfimdə var. Onlardan da keçmə var, gendən də keçmə var məndə. Yəni mən uşaq vaxtı nə demişəm həyatda, kimə, qonşu, istəyir qeyri adamlar yaxınlaşır mənə ki, səfərə çıxan, necə uğurla nəticələnəcək, necə uğursuz olacaq. Onlara hamısını qabaqcadan onlara demişəm. Aha. Gördüyünüz öncədən hisslər daha çox yuxularda gəlir, yoxsa real həyatda bu hiss olunur? Yuxularda ancaq özümü görürəm. Mən heç kimə baxdırmıram. Mənə yuxularda deyirlər ki, sən oraya getmə, oradan ziyan çəkərsən, sən bu adamlarla görüşmə, ziyan çəkərsən. Amma belə real həyatda nə demişəm də o həyat. Aha. Sizin üçün gələcəyi görmək yükdür, yoxsa bu hissi özünüzdən kənarlaşdırmaq? Yox, gələcəyi görmək məndə yükdür. Mən o gələcəyi görürəm. Nəyin tələfat olacaq? Uşaq vaxtımdan. İndiyə nə qədər verdiyiniz proqnozlar içində özünüzü də bugünkü gündə vahiməyə salan elə bir proqnozunuz varmı? Hər dəfə xatırlayanda vahimə. Bəli, var. Kimə nə demişəm o olub. Ondan sonra, məsəl üçün, özüm nə işin dalıcan getmişəm, məsələn, şokda qalıblar ki, o iş alınmayacaq, getmə onu dalıcan. Çox yaşın azdır sənin. Getmişəm elə bir iş dalıcan ki, yəni o bütün insanlar, ətrafım da dəhşətə gəlib ki, biz onun dalıcan neçə dəfə getmişik, alınmıyor. Sən necə alındırdın? Aha. Öncə görücü kimi bir insanın taleyini dəyişmək mümkündürmü, yoxsa bu elə alın yazısıdır? Alın yazısı, Allah'tan alın yazısını deyə bilmərəm, alın yazısını qarşıya bilmərəm. Amma insanlar var ki, insanda şeytan cildində girir, onu necə deyim, mərdimazar kimi onu həyatda onun yollarını bağlayır. Bəli, onun qarşısını ala bilirəm. Aha. Necə bir tale ilə qarşı-qarşıya gəlmisiniz və bu günləri təmizlikdən sonra özünüz bir müddət özünüzə gələ bilməmisiniz? Məsələn, ağır xəstə gətiriblər, xanım gətiriblər. Aha. Bütün yerə aparıblar, Amerikaya, Türkiyəyə, İtaliyaya, bütün ölkəni gəzdiriblər, sağalda bilməyiblər. Onu nasırkada gətiriblər, daha doğrusu belə pamıqla da su sıxırdılar ağzına ki, həkim deyib 3 günə bu dünyasını dəyişəcək. Məsələn, o ruh onun içinə girib, o xanımı məhv edib, o pastelə salıb. Heç kim bacarmır. Məsələn, mən ona demişəm ki, 7:00-da mənim evimdə olarsınız, mən onun ruhunu ölçərəm, ondan sonra o xanım ayağa qalxacaq. İndi hal-hazırda da xanım yaşayır, ondan sonra bir evladı da dünyaya gəldi. Sən də mənə gəlib yoxlayır, ziyarət edir. Aha, nə gözəl. Sizə daha çox xanımlar müraciət edir, yoxsa bəylər? Xanımlar da, ən çox xanımlar müraciət edir, bəylər də müraciət edir. Amma məndə vergidə elə bir xanımlara ən çox yüksəklik. Aha, bəylər nə üçün gəlirlər? Bəylərin işləri düz gəlməyəndə, sağlamlıqları yerində olmayanda, ailələrində problem olanda, məsələn, uzaq səfərə gedirlər, məsəl üçün, müəyyən problemlər yaranır. Bəylər ancaq elə müraciət edir. Bəs xanımlar? Xanımların çox işləri olur. Məsəl üçün, ailələrində problem, işlə əlaqədar, evladla əlaqədar, istəyir xanım, istəyir qız uşağı, yəni sağlamlıqlarla əlaqədar olurlar. Aha. Yəni anadan gəlməni demirəm, amma sonradan nəsə olursa, xəstəlik şişdir, xəstəlikdir, ləkədir, nəsə olursa, mən əlimlə, yəni sağaldıb uşaq vaxtımdan ən birinci vergim bu olur. Aha, bax, hal-hazırda biz burada 5-6 nəfərdən ibarətik. Bizim hər birimizin gələcəyini görürsünüz. Bəli. Hansımızın taleyi daha çox sizi yorur və incidir hal-hazırda? Qarşımda sən. Mən. Bəli. Aha, nə mənada mən? Sən elə bir ki, düşmanın çoxdur. Aha. Çox ürəyin təmizdir, qəlbin təmizdir, heç kimə bir ziyanın dəymir, amma ki, sənin ətrafındaqlar istəyir sənin ayağın qazmağa. Amma xeyr, onlar başa düşmürlər ki, birinci özlərinə ziyanı vururlar. Qarşı tərəfdəkinə yox, birinci özünüzə. İnsan pisliyi eləyəndə başa düşməlidir ki, birinci özünə pislik edir, sonra qarşı tərəfdəki pislik edir. Siz məni tanıyan adamsınız, çox sağ olun və mən həqiqətən də mənə aid olanları doğrudan da hiss edib düzgün şəkildə vurguladınız. Bugünkü gündə daha çox gələn xanımlar, bəylər nədən razılıqla gedirlər sizin yanınızdan? Birinci növbədə sağlamlıqla razılıq gedirlər, sonra işlə. Əsas sağlamlıqdır. Ən gözəl varlıq insana sağlamlıqdır. Aha, show biznesdən Bəli. yanınıza gələnlər varmı? Bəli. Kimlərdir onlar?
Mən o bir sir kimi ürək xəzinəmdə saxlayıram. Mən heç vaxt onu deyə bilmərəm. Aha. Nə üçün gəlirlər əsasən? Müraciət edən hər bir sahədə müraciət edən adamlar çoxdur. Aha. Onlar da gəlirlər, problemləri olur, qarşı tərəfdə problemləri olur. Heç ailə dağıtmaq üçün yanımıza gəlirlər? Qızım, o qədər olur ki, mən prosta onlara qol çəkmirəm. Aha. Kimlərdir ki onlar? İnsan yaxşılığın əldən verməsin. Kimdir ki onlar? Onlar da deyə bilmərəm xanım. Aha. Aha. Daha çox iş adamları işi ilə bağlı əziyyət çəkirlər. Qeyd edirlər ki, göz nəfsdən olur və yaxud da digər nələrdənsə olur. Ümumiyyətlə bu kimi yanaşmalar üçün gələn insanlara dəstəyiniz var? Bəli, bəli. Gözü var, nəzəri var. Onları götürürsünüz? Bəli, göz nəzəri var, bəli, bəli. Aha. Məsələn, bizim məşhur simalardan çox insanlar var ki, onlar haqqında fikir bildirə bilərsiniz. Məsələn, biri Rəqsanə İsmailova. Yaxın gələcəkdə Rəqsanə xanım nələr gözləyir? Rəqsanə xanıma böyük bir ürəyi var, Aha. sənəti var. Aha. Rəqsanə xanımın 2026-cı il düşərliyidir. Ona heç bir ay pis ay gələ bilməz. Aha. Onu mən əminliklə deyirəm. Aha. Belə qolda çəkirəm, imzamı atıram. Rəqsanə xanımın Azərbaycanda da çox oğulları var, Rusiyada da çox oğulları var. Rəqsanə xanım 2026-cı ildən sonra illər hamısı Rəqsanə xanım üçün uğurlu olacaq. Qaranlığın görmürsünüz. Rəqsanə xanıma qaranlıq görmür. Səhhətində problem ola bilər, bunda yəni yaxşı görürəm.